Salam hörmətli izləyicilər. Bugünkü videoda mən bu avtomobilin benzin mühərrikinin xalastoy işə salınması barədə danışmaq istəyirəm. Bildiyiniz kimi bu avtomobil, yəni benzin motor hibrid rejimində yalnız yüksək sürətlərdə işə düşür və yaxud da soyuq havalarda işə düşür. Yəni aşağı sürətdə yerindən tərpədəndə benzin motor ümumiyyətlə işləmir. Yalnız yüksək sürət, havanın temperaturu aşağı olanda bir də bateriyanın zaryadkası 20% aşağı olanda işə düşür. Bunu belə adi avtomobil kimi, yəni öz istəyinə uyğun işə salıb işlətmək üçün elə bir düymə də nəzərdə tutulmayıb. Yalnız əgər zaryadka azdırsa və siz avtomobil sürmədən zaryadka eləmək istəyirsə, bu parking rejimində dayanmış vəziyyətdə qaz pedalını sona kimi basıb benzin motoru işə sala bilərsiniz və burada qaz pedalı buraxılan kimi də benzin mühərrik sönür. Və əgər indi elə bir hal olur ki, benzin motoru xalastoy işləməyinə ehtiyac olur, məsələn, ustada indi hansı səbəbdən motoru yoxlamaq üçün bəzən işə salıb işlətmək lazım olur və həmin o dediyim kimi qaz pedalı tutub saxlamaq da elə də rahat deyil və bunun üçün bu avtomobildə belə deyək, əsl xalastoy bir rejim nəzərdə tutulub. Təlimata əsasən bunu yerinə yetirmək üçün bir neçə şərtlərə əməl olmalıdır. Bunlardan sizə göstərəcəm. Birincisi bu. Avtomobil HEV rejimində olmalıdır. HEV. İşte monitor gördüyünüz HEV olmalıdır. Sonra sport rejim seçilməlidir. Avtomobil bateriya zaryadkası təlimata əsasən 15%-dən yuxarı olmalıdır. Və burada neytrala keçilməlidir. Neytral rejimdə neytraldır biz bu. Burada belə bir neytral keçirmək üçün bunu iki dənə vəziyyət var. Bunu yəni birinci vəziyyətdə tutub saxlayırsan. Ondan sonra neytrala keçir və bunlara əməl eləyəndən sonra siz qaz pedalın və bu neytrala qoyduqdan sonra əsas şərt bütün qalan yerdə qalan əməliyyatda 20 saniyə ərzində yerinə yetirməlidir. Yəni bu vaxtda əməl etməsəniz bunu etmək mümkün olmayacaq. Və indi bunu yoxlayaq. Mən keçirirəm neytrala və bu hərəkətə etmək lazım. 2 dəfə qaz pedalını axıra kimi basıb buraxırıq. Bundan sonra bir dəfə tormuz pedalını basıb buraxırıq və növbəti qaz pedalını bir dəfə basıb buraxır və gözləyirik. Və gördüyünüz kimi benzin mühərrik işə düşdü və bu rejimdə monitordan görünür ki, bateriya zaryadka götürmür. Yalnız bu sırf benzin motorunun xalastoy rejimdə işləməsi üçün nəzərdə tutulub. Və mən indi bununla bağlı təlimatdan çıxarışı ekrana qoyacağım. Lakin təlimatdan fərqli olaraq mən bir halı özüm müəyyən elədim ki, yəni bu rejimi işə salmaq üçün heç də vacib deyil ki, burada sport rejimi olsun. Bunu ekoda da mən eləyə bildim. İndi hal-hazırda bunu yoxlayıb sizə nümayiş etdirəcəm. Qoyuram neytrala və qazı 2 dəfə basıram. Bir dəfə tormuz pedalını basıram. Bir daha qaz pedalını basıb buraxıram. Və gördüyünüz kimi bu rejimdə də benzin mühərrik işə düşdü. Lakin mən dünən maşını zaryadkaya qoyandan sonra, yəni 100% bateriyada bu rejim heç cür məndə alınmadı. İndi biraz sürəndən sonra gördüyünüz kimi ekranda 81%-dir. İndi bunu belə bir sınaqdan keçirə bildim. Və əsas məqam odur ki, bu siz qaz pedalını, tormuz pedalını basanda bunları tam sona qədər basmaq lazımdır. Yəni qaz pedalını bastınız, saxladınız, buraxdınız. Sona kimi bastınız, saxladınız, buraxdınız. Tormuzda həmçinin sona kimi, yəni mümkün qədər maksimum basıb ayağı çəkmək lazımdır.
Belə olan halda yəni bu rejimi işə salıb istifadə eləmək olar. Bununla bağlı demək istədiyim bu qədər. Sağ olun.